Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Mən Fidan İskəndərova. Bu gün sizləri növbəti ödənişsiz sınağımızla təmin etmək istəyirəm. Vaxt itirməyək, başlayaq. Evimizdəkilər sözünün tərkibinə görə təhlili aşağıdakı sözlərdən hansının təhlili ilə eynidir? Kök şəkilçiyə ayırsaq, ev sözün kökü, imiz qrammatik, dəki leksik, lər qrammatik. Baxaq, xala sözün kökü, mənim xalam mənsubiyyətdir deyə qrammatik, gil hər zaman leksik, ın, in, un, ün qrammatikdir. Yuxarı sözün kökü, dakı hər zaman leksik, lar hər zaman qrammatik. Vida sözün kökü, vidalamaq sözü yoxdur, laş leksik, mağ məstərdir deyə qrammatik, qrammatik. Dünən sözün kökü, ki hər zaman leksik. Kitab sözün kökü, lar hər zaman qrammatik, sız hər zaman leksikdir. Olsun. Cavabımız olacaq bir də A variantı. Kök, qrammatik, leksik, qrammatik variant A variantı olacaq. Hansı misralardakı fərqləndirilmiş söz adlıq haldadır? Su içdi, suyu içdi. Təsirlidir. Onun qardaşı yanında olduğu üçün qorxmurdu. Bəli, mənsubiyyət var deyə avtomatik adlıq hal sayılır. Bu dar gündə dostları, onların dostları, bəli, mənsubiyyət var deyə adlıq hal sayılır. Hava soyuq olduğu üçün dənizin qırağı yiyəlidir. Dağ çayının səsi, dağın çayının səsi yiyəlidir. Cavabımız olacaq 2-də B variantı. Hansı cümlədəki feili bağlama hərəkətin miqdarını bildirir? Variantımız olacaq B variantı. Nə qədər ye, belə deyək, doyunca ye. Baxdıqca hüsnünə doymayır gözüm. Burada miqdar bildirmir. Açılar açılmaz, miqdar bildirmir. Başlayınca miqdar bildirmir, burulub miqdar bildirmir. Ümumiyyətlə, nə qədər ye, doyunca ye. Feilin üzərində miqdar məzmunu bildirən feili bağlama var. Hansı cümlədə zərf var? Cavabımız oldu C variantı. İndi zaman zərfidir. Qaça-qaça, qaçaraq sözü ilə əvəz edirsənsə, feili bağlamadır. Qəsəbə isimdir. Görüşmədən feili bağlamadır, çünki feili bağlama şəkilçisi var. Haraya əvəzlidir. Cavabımız C variantı. Hansı cümlədə qoşma var? Düzdür, burada hər birində fikir versək ayrı yazılıb ki, səni daha çox şaşdırar. Sən bil ki, hansını görün, bitişi yazmağa meyillənirsənsə, cavabın odur. Cavabımız Y variantı. Onun tək övladı olan xoşbəxtdir. Bundan da əlavə, yəni bitişi yazılır. Bundan da əlavə tək sözünü kimi sözü ilə əvəz etməyi bilirsənsə, deməli qoşmadır. Onun kimi övladı olan xoşbəxtdir. Sual 6. İntonasiyadan asılı olaraq hansı cümlədəki nidadan sonra vergül qoyula bilər? Cavabımız olacaq D variantı. Ey, pauza qoy. Yolçu qardaş, məni də özünlə götür. İstəsən de ki, ey yolçu qardaş, o zaman vergül sadəcə burada qoyulacaq. Bir də var deyirəm ki, ey, 2 dəfə çağırıram. Yolçu qardaş. Cavab D variantı. Tərkibində frazem olan əmr cümləsini göstərək. Variantımız olacaq A variantı. Çünki həm frazem axtarıram, həm də əmr cümləsi axtarıram. Məsələn, frazem yoxdur, frazem yoxdur, frazem yoxdur, frazem yoxdur. Hamısı əmr cümləsidir. Məsələn, su için, hazırlaşın, çalışma, kömək edin, olsun. Amma frazem yoxdur deyə cavab A variantı. Qoca təbəssümlə ona nəzər saldı. Cümlənin sintaktik təhlili. Nə etdi? Nəzər saldı. Kim qoca? Kimə ona? Nə tərzdə, nə vəziyyətdə? Təbəssümlə. Cavabımız C variantı olacaq. Görək niyə? Mirəli baba bu zaman Aslanı çağırdı. Nə etdi? Çağırdı. Kim? Mirəli baba. Kimi? Aslanı. Nə vaxt, nə zaman? Bu zaman. Nümunədə hansı durğu işarələri buraxılmışdır? Dialoqdursa bu formada olacaq. Dostum dedi. Kənan, düz iş görübsən. Cavabımız olacaq D variantı. Qoşa nöqtə, tire, vergül. Ən sonda nöqtə qoyulubsa ehtiyac yoxdur qoymağa. Təsadüf, təsadüfi, təsadüfən sözlərinin hər üçünə aid edilə biləcək fikri müəyyənləşdirək. Cavabımız olacaq burada Y variantı. Hər bir sözün vurğusu fərqli hecadadır. Təsadüf, təsadüfi,
Təsadüfən. Bəli. Baxın, birində 4-ə düşür, birində 3-ə düşür, birində 2-ə düşür. Cavab Y variantı. Hər üç sözdə uzanma var fikri səhvdir. Təsadüfən sözündə uzanma yoxdur, elə vurğudur A-ya düşən. Hər üç sözün vurğusu sonuncu hecaya düşür fikri səhv oldu. Hər üç sözün tələffüzü yazılışından fərqlənir. Bilməliyik ki, uzanması olan söz belə olsa, uzanma fərqliliyi sayılmır tələffüzdə. Hər üç sözün vurğusu ikinci hecadadır fikri də səhv olmuş oldu. Cavabımız Y variantı. Belə əziz müəllimlər, izahlar yararlıdırsa, tədris ilinin sonuna qədər mütəmadi olaraq belə sınaqlar, izahları izləmək, işləmək istəyirsinizsə, rəy bölməsinə öz dəyərli cümlələrinizi, fikirlərinizi yazmağı unutmayın. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.